Salam əziz dostlar, mən Toğrul Ahmet. Çox istədiniz ki, Tofaşa reaksiya gəlsin. Bizdə şərhlərdə ən çox hansı avtomobil gəlirsə, onlara reaksiya bildiririk. Keçək Tofaşın reaksiyasına. Birinci videoya bax ha. 9902 Xuliganski Tofaş Üzeyrin mahnısı ilə Perodok'u laydan, Armani. Sahil metrosu balam, lay Perodok. Şamxa balam balam. Lay Peredok. Şəhərin mərkəzində. Sahil metrosun ya balam. Qəşəng. Tofaşa Perodok çox qəşəng yaraşır da. Stoyka görsən. Prosta buferi çıxarırlar, çox bərbad görsən. Tofaşa yaraşmır bez bufer. Düzdür, Xuliganski video eləmək istəyirlər, amma yaraşmır. Bu Tofaşın bir dənə Perodoku var idi da. Başqa fərqli bir şey görmədim. Diskləri dəyişilsə, görək diski dəyişilən Tofaş varmı? Maraqlı gəlir mənə. Çünki zavod diskindən sürür amma fərqli görsənmək üçün gərək disklərə fikir vermək lazımdır. Müəyyən vəziyyət. Qəşəng. Yenə Lay Perodok. 215 təkərləri görürsünüz uşaqlar formula. Amma yenə də zavod təkərlərinə, tək şotka. Tofaşın güzgüsü mənə çox xoşuma gəlir. Çox qəşəng görsənir. Belə duruşu da yuxarıdır, maraqlı və səliqəli görsənir. Yəni güzgüsünü zad dəyişməyə ehtiyac yoxdur, es güzgü zad qoymağa. Öz güzgüsü konkret bitdidir. Bu maşında fərqli olan bir dənə formula təkərlərdir. Perodok, yəni bildiyimiz məsələ. Bir də ki, Amerikanka qoşulub. Çox da dəyişiklik görmədim. Yəni Azərbaycanda elə bir Tofaşa dəyişiklik eləmirlər, amma Türkiyədə daha çox dəyişiklik edirlər. Növbəti kadrlarda görərsiniz. Qəşəng diskləri gördünüz uşaqlar. Disk nə dərəcədə fərqləndirir maşını. Çox qəşəng görürsən, həqiqətən ləzzət edir. Vida baxın bir dənə. Oy oy oy. Coolster Powerful olsa daha yaxşı olardı, amma fərqli Coolsterdir. Perodok da lay, amma disklər həqiqətən çox viddi görsən. O diski dəyişmək lazımdır, vid verirsənsə. Tofaşa çox peçat oturub bu disk. Ləzzət elədi. 5 yıldız disklər konkret özüdür. Tofaşın içi tempra rul qoyublar, amma mebelini. Tempra mebel qəşəng görsən ha. Rul konkret maşının görünüşünü dəyişdirir, amma belə sadə salondur. İçini görürsüz də. Belə bir dəyişiklik yoxdur məncə. Amma qəşəng səliqəlidir. Soliddir də maşın. Təmiz. Maqnitofon zat da orijinal maqnitofondur. Baxanda görsənərdə oradan. Pirboru da LED işıqla əvəz eləyiblər. Yəni sadə soliddir. Fərqli bir görünüş yoxdur. Mercedes salon olsun ya nə isə bir şey olsun. Sadə zavodskoy Tofaşın öz rəngi. Prosta maşın çox çirklidir ha. Toz içindədir maşın. Qara rəng elədir uşaqlar. Qara rəng maşını alırsınızsa gərək bir əlinizdə mütləq əski ilə gəzəsiniz. Limon sarıları ledlər qəşəngdir ha. Maraqlı görsən. Tofaşa yaraşır özdə limon sarısı. Oy oy. Türkləri görürsünüz də. Melber diska baxın uşaqlar. Tam Melber deyil. Ferrari diskləri deyil əslində bu. Çox qəşəng görsən ha. Bunlar üçün Perodok'a protiv gedirlər. Arxası göydədir. Yox, iki tərəfdə yerdədir. Passatka. Ən xoşuma gələn şeydir də bu. Görün uşaqlar, türklər nə dərəcədə dizayn verirlər maşına. Disklərini dəyişiblər. Enli təkər qoyublar. Rəngi zoğalı, qırmızı rəng. Salonun içinə baxanda bir dənə yaşıl işıqları görürsünüzsə nətərdir. Maşın full Passatka. Baxan kimi fərqlənir. Bizdə necə ki 07-yə vid verirlər, türklərdə Tofaşa vid verirlər. Yəni bizdə 07 keçilməz olduğu kimi ən çox sevilən, yəni Sovet maşını olduğu kimi türklərdə də ən çox sevilən avtomobil Tofaşdır. Yəni Tofaş yox, Tof aşk. O Xuliganski Tofaş budur bax. Maşında fara yoxdur, abrisovka yoxdur. Amma Fioletov patpresə baxın uşaqlar. Maşının ilk günündə bu maşının Fioletov patpresi var. 200 manat Fioletov patpresi verincə fara ilə abrisov qaldı qaqa. Maşını da özdə mat rəng eləyiblər ki, Allah bilir pis gündədir rəngi. Maliyyarizadır belə deyək də, yəni cızıqlar var yəqin. Rəngi pis çıxır deyə mat rəng vururlar da bilinməsin deyə. Oy, abrisovkanı görürsünüz uşaqlar. Yəni bu abrisovka çox qəşəng oturur Tofaşa. 215 təkərlər, Amerikankada elə bu aşağıda yanır Tofaşda. Fikir veribsinizsə yəqin. Prosta aşağıda olan yer var. O sonradan yığılmadı görəsən. Yoxsa zavodlarda olur, altda gələn xəttlər var. Mən bilən olmur, çox qəşəng görsənir amma. Qəşəng, limon sarılı led, qaradır, tali, yox aşağıda olmurmuş, fərqli kimi olur. Zakataladır uşaqlar bura. Zakatalanın Tofaşıdır bu. Zakataladır da həmişə kimi olmazsa olmaz da belə maşınlar. 096 sadə qara Tofaşlı Piemontina qoyulub. Piemontina Tofaşa yaraşmır məncə.
Bilmirəm, siz nə düşünürsünüz uşaqlar? Bəzi maşınlar var ki, yaraşır, amma Tofaşadır, 07-yadır, 06-yadır, Piemontinə tutmur mənim fikrimcə. Qəşəng fiolet patbilesi var. Maşın qapqara, qəşəng görsənir özü rəngində. Çəpə görsənmir, amma videoda bilmək olmur dəqiq. Solidnidir. Amma peridoku da sadədir, belə güclü peridoku da yoxdur. Oo, görüşürlər, türklər seçilir də. Disklər konkret efir olur ha. Nömrəsinə baxmışlar, Azərbaycan nömrəsinə oxşuyur. Böyle 80 Azərbaycanda yox. Oy. Diskin rənglərini gördüksə, oy, dəhşət bir şeydir ya. Evakuatorun belində də zor saxlayırlar ha maşını. Qabağını əsas yatızdırırlar, arxası biraz göydə olur. Çox qəşəngdir də yəni. Həqiqətən türklər baxır da Tofaşa. Oh. Maşın daldala sürsə Azərbaycanlılarda keşfətə düşər. Qəşəng. O da şeylər stoplara baxın, köhnə Mercedes-in stoplarına oxşuyur. Təkərlər lap çox enlidir. Bu qədər enli məncə yaraşmır. Amma maraqlı görsənir. Faran qabağındakı şotkanı gördünüz uşaqlar. Dumanlar da başqa rəngdə. Duman olur ki, Tofaşda. Sonradan qoyulub, Maraqlı görsənir uşaqlar. Yolda görsəm, yəni çevrilib baxaram. Amma ki, viddi zövqlü yığılmayıb, Elə məzəli yığılıbdır, mənim fikrimcə. Kamaz kimi yığılıb da maşın. Oo, bu başqa məsələ. Oy, disklərə baxsana necə fırlanır. Dumanlar zad qoyub aşağı. Çox qəşəngdir amma. Rəngi, bu rəngə söz yoxdur da qardaşım. Çox efirdir. Özdə Türkiyədə kuruq plyonkaya deyəsən icazə var. Maşın çünki kuruq plyonkadır. Dəqiq bilən varsa şərhlərdə yazsın kuruq plyonkaya Türkiyədə icazə varmı deyə. Bu başqa məsələ. Aynı yaşdayız, amma siz büyüyüncə anlarsınız. Söz soxub qaqaş, Kamaz arxasına yazılan sözlər kimi. Disklər çox bitdi də. Farada da şotkalar var. Rəngi, maşının konkret baxan kimi mənə əsas diqqətimi rəngi cəlb elədi. Bu cürə gözəl rəngi olarmı? Çox qəşəngdir axı rəngi. Disklərin rəngi də qəşəngdir. Diskin öz forması da qəşəngdir. Maşının üstünə fikir versəz, maşının lüku da var. Fikir verin. Əslində lük olmur da Tofaşlarda, sonradan yığılıbdır. Maşına yəni söz yoxdur, ancaq ağzını ayırıb baxacaq elə maşına. Çox beçatdır, maşallah olsun. Türklər yenə həmişəki kimi öz sözünü deyir. Bu maşının arxasını da görmək istəyərdim. Deyəsən spoiler qoyana oxşuyur, amma yox, spoiler yoxdur. Şotkaları yoxdur maşının. Əsas rəngidir. Rəngi xamilyon kimidir biraz. Yəni tam çəhrayı, bənövşəyi deyil. Mənə ən çox xoşuma gələn bu sonuncu göstərdiyim oldu. Həmişəki kimi də biz sona saxlayırıq da əsas efir maşınları. Dostlar, burada videonun sonuna çatdıq. Bizim YouTube kanalımızda bir çox videolar var. Bu videonu izləyirsinizsə köhnə videolara da baxın. Həmçinin bəzən şərhlərdə yazırsınız, eyni şeyləri yazırsınız. Kanala göz yetirin, həmin maşınların reaksiyasını çəkmişəm. Yəni baxmayıbsınız yəqin ki, keçid alıb baxın. Bundan başqa lap əvvəl, nə bilim 5 ay, 6 ay qabaq, 1 il qabaq da qəşəng videolarımız var. Kanalımıza bir dənə göz gəzdirin, görün nə dərəcədə qəşəng videolarımız var. Videonu bəyənib kanalımıza abunə olmağı unutmayın. Ən əsası da bildirişləri açın ki, zınqırovu açın ki, video paylaşılan kimi sizə bildiriş getsin ki, xəbəriniz olsun. Sizin hər birinizin şərhi mənim üçün dəyərlidir. Hər birini oxuyuram, ürək atıram, cavablandırıram. Dəstəyinizi göstərməyi unutmayın. Bu arada şərhlərdə mütləq şəkildə hansı maşına reaksiya istəyirsinizsə bildirməyi unutmayın və maşın olmasa da başqa nəyə reaksiya və ya nə kimi videolar çəkək istəyirsinizsə şərhlərdə hamısını qeyd edin. Hələlik bizdən bu qədər. Sağ olun, salamat qalın.